Dünya bazarında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,41 Amerika Birləşmiş Ştatları dolları, yaxud 4,3% artaraq 82,58 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbələr məlumat verib. Hərracların nəticələrinə görə Brent markalı neftin avqust füçerslərinin qiyməti 80,44 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,41 Amerika Birləşmiş Ştatları dolları və ya 4,38% artaraq 81,20 Amerika Birləşmiş Ştatları dolları təşkil edib. Azərbaycanın bu ilki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 Amerika Birləşmiş Ştatları dollarından hesablanıb. Xatırladaq ki, Azeri Light neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də 15,81 Amerika Birləşmiş Ştatları dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 Amerika Birləşmiş Ştatları dolları qeydə alınıb. Azərbaycanda neft əsasən Azeri Çıraq Günəşli Yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 31,65%-dir.